Partlayıb da heç kəs də baxmır, elə cəmaət də əziyyət çəkir. Abşeronda iri həcmli kanalizasiya borusunun partlaması nəticəsində yol demək olar ki, bağlanıb. Hadisə Xırdalan şəhərinin Hacı Zeynalabdin küçəsində qeydə alınıb. Belə ki, yol tamamilə çöküb, kanalizasiya sistemi bərbad vəziyyətə düşüb. Hazırda ərazi keçilməz haldadır və avtomobillərin də hərəkəti məhdudlaşdırılıb. Əvvəl çökmüşdü, sonra belə çala yanmışdı, sonra da təmiz çöktü, açıldı və son açıldı. Yol bağlandı. Bağlandı, bəli. Bir həftədir baba belə bağlıdır, gediş-gəliş yoxdur. Üçüncü gündən hər gün buradan gedib gəlirəm. Hər gündə belədir vəziyyət. Hə də üçüncü gündən belə dağılıb. Bu yol çoxdan bir dəfə elə olmuşdu. Sonra elədilər, bağladılar, sonra bir də oldu. Demək, nekачественный сделали. İş düzəltmədi. Düzgün aparmayıblar işi. Bəli. Əziyyət çəkir cəmaət, nə deyim? Bu səbəbdən yol da bağlanıb. Yolda bağlanır, bəli, heç bir maşın gedib gələ bilmir. Mən bax, ayaqla gedirəm. Maşın olsa yaxın yol idi, bəlkə bir taksi tapıb gedə bilərəm. Abşeron rayonu Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində diametri 1000 mm olan dəmir beton kanalizasiya borusunda çökmə baş vermişdir. Hal-hazırda Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsinin qəza briqadası tərəfindən konstruksiya qurularaq qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Yaxın saatlarda qəza tam olaraq aradan qaldırılacaqdır. Həmin sözü gedən borunun istismar müddətini başa vurduğunu nəzərə alaraq əsaslı təmir planında yenisi ilə əvəz olunması nəzərdə tutulmuşdur.